Bugün Vətən müharibəsinin qəhrəman iştirakçılarından, xüsusi təyinatlı zabit, ictimai xadim və dəyərli dostumuz Bəhruz Məmmədzadənin 45 illik yubileyidir. Bəhruz Məmmədzadə ömrünün 23 ilini şərəflə Azərbaycan ordusuna həsr etmiş, xüsusi təyinatlı qüvvələrin sıralarında xidmət göstərərək vətən qarşısında misilsiz xidmətlər göstərmişdi. O, 44 günlük vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılmış, Cəbrailun azad edilməsi münasibəti ilə Ali Baş Komandanı məruzə edən xüsusi təyinatlı qəhrəmanlarımızdan biri olmuşdu. Döyüş yolu Şuşaya qədər uzanan Bəhruz Məmmədzadə, Şuşa şəhərinin və müqəddəs məscidimizin düşmən vandalizmindən təmizlənməsində iştirak etmiş, orada ilk namaz qılan qəhrəmanlarımız sırasında yer almışdı. Müharibədən sonra da vətənə xidmətini davam etdirən Bəhruz Məmmədzadə, xüsusi təyinatlı qazilər, şəhid ailələri və Veteranlar İctimai Birliyinin sədri olaraq minlərlə qazi, şəhid ailəsi və veteranın yanında olmuş. Azərbaycanın müxtəlif bölgələrində, eləcə də qardaş Türkiyə, Moldova və digər ölkələrdə çoxsaylı layihələr və tədbirlər həyata keçirmişdi. Onun fədakar fəaliyyəti dövlətçiliyimizin möhkəmlənməsinə, milli mənəvi dəyərlərimizin qorunmasına və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə mühüm töhfələr vermişdi. Belə vətənpərvər, mərd və prinsipial insanların sayı artdıqca Azərbaycan daha da güclənəcək. Dövlətçilik ənənələrimiz daha da möhkəmlənəcəkdir. Dəyərli dostumuz və qardaşımız Bəhruz Məmmədzadəni ad günü münasibəti ilə ürəkdən təbrik edir. Ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq. Doğum gününüz mübarək olsun Bəhruz müəllim. Allah sizi qorusun. Vətənə və xalqımıza xidmət yolumuz daim uğurlu olsun. Yaşasın Azərbaycan, yaşasın qalib Azərbaycan ordusu. İnkişafa və islahatlara dəstək İctimai Birliyin sədri Ramil Əliyev.